Bura Bərdə şəhərinin Şəhidlər Xiyabanıdır. Şəhid Elton Qarayevin anası Təzəgül xanım Qarayevəni ziyarət edirik Eltonu. Hörmətli Təzəgül xanım, xahiş edirəm özünüzü təqdim edin. Mən Bərdə rayonu Qazqurdalı kəndi sakini Şəhid Qarayev Elton anasıyam. Bizim bu vəziyyətimiz ağır idi də, yəni bunu Bərdə bacısı Vidadi Sayev də bilirdi. Bizi o vaxtı biz müraciət edəndə evlə bağlı deyirdi ki, yəni birinci sizi növbədən kənar tikiləcək də bu ev, dəstək olacaq. Sağ olsun oldu, amma 2023-ə qədər oldu da, yəni bizə dövlət ayırdığı, evə ayırdığı vəsaiti, yəni onu ayırıbdı, biz bilməmişik. Gecikmə olub evlə bağlı. Yəni, Təzəgül xanım, siz dəfələrlə müraciət etmişsiniz cənab prezidentə, cənab nazirə, sosial nazirinə evlə bağlı müraciət etmişsiniz. Sizə məktublar da gəlib ki, növbəyə götürülmüsünüz. Ancaq bir dənə də məktub gəlib ki, növbədən kənar ev tikilsin. Vidadi İsayev nə dedi? Sizi çağırdı qəbulda, nə dedi? Dedi, növbənizi gözləyin də, yəni tikilər inşallah, növbəni gözlə. Biz də artıq da indi ev daxal uçdu getdi. Gözləyə də bilmirik. Yəni burada da vaxt gedir. Siz kirədə qalırsınız? Bəli, əlbəttə ki, 3 ailəyik. Üzr istəyirəm, oğlumun evi, qızımın evi. Yəni 3 dənə də uşaqla bizdədir, bizdə qalırlar. Ailədə biraz problem var. Bəs Təzəgül xanım, cənab prezidentdən məktub ünvanlandı ki, o ev tikilsin, təxirəsalınmaz, önə çəkilsin. Sizi önə çəkmişdilər. Niyə Vidadi İsayev o pul ayrıla sizə evi tikmədi? Sizin torpağınız da var da, özcə deyirlər torpaq olsun, sizin də torpağınız var. 12 sot yerimiz var, torpaq var, bəli, düzdür. Niyə bəs bu dövlət olaraq bu ev tikilmədi sizə? Vidadi İsayevlə nə məsələ oldu ki? Getdim də, mən ora gedirəm, mənə deyir ki, get otur evində, növbəni gözlə də. Yəni deyir biz, özü deyir, mən sizə ev tikənəm, deyir. Ayırsınlar ki, yuxarıdan deyir dövlət ayırsın, mən də tikim. Axı bu pul ayrılıbdı Sosial Nazirliyindən, icra hakimiyyətlərinə ilin öncəsindən ayrılır o pul. Bizə ancaq dedi ki, narahat olmayın, növbədən kənarsız, gedin, yaxşı olacaq da, tikiləcəkdir. O da heç bir nəticə yoxdur da, heç nə yoxdur. Hörmətli Vidadi İsayev, sonuncu çəkiliş edirik burada. Sizə pul ayrılıbdır. Şəhid Elton Qarayevin məzarının üstündə sizə söz verirəm ki, yaxın günlərdə o evi tikməsəniz, cənab prezident bu haqda məlumat alacaqdır. Cənab prezidentin də dəftərxanasından, yəni məktublar şöbəsindən sizin icra hakimiyyətinə, Bərdə rayon icra hakimiyyətinə, xüsusən də Vidadi İsayevə icra başçısı olaraq məktub gəlib ki, təxirəsalınmaz o ev tikilsin. Sizdən qazi kimi xahiş edirəm. Bu işin üstünə düşün, yaxın günlərdə bu evi tikin. Yəni cənab prezidentin bilməyini istəmirik hələ ki. Hələ ki bilməyini istəmirik. Tikib verməyinizi sizdən xahiş edirik. Öncə xahiş edirik, ikinci tələb edirik. Bunların qanuni haqqıdır. Cənab prezidentin imzaladığı imzaya əsasən qanuni haqqıdır. Konstitusiyon haqqıdır. Xahiş edirik bu haqları ailəyə bərpa edəsiniz. Vəziyyətimiz ağır olmasa heç evimiz olsa tələb eləmərik də, yəqin ki, yoxdur ki, bizi pis vəziyyətdəyik, tələb eləyirik. O da vallahi bizi, nə bilim,